Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah. Avtomobilləriniz də yaxşıdır. Deməli, mən bu dəfə sizə Aqillə bir yerdə çəkdiyimiz videoları paylaşacağım. İnşallah ki, bəyənərsiniz. Aqil də bizim belə deyək də VAG sahəsi üzrə, yəni Volkswagen ailəsi üzrə ixtisaslaşmış və digər avtomobillər üzrə də öz biliklərini artıran ustalarımızdandır. Ümid edirəm ki, bəyənərsiniz və paylaşarsınız. Rəylərinizi əsirgəməyin. Dəstək olaq bir-birimizə. Dəstək olaq. Yaxşı olar ki, ustalar bir yerə cəmləşsinlər və bir-birləri ilə münasibəti artırsınlar. Belə. Deməli, yağış sensorunu sökmüşəm. Birincisi, burada lenti yarımçıqdır. Yəni, orada lenti yarımçıqdır. Deyib, baba, görürsünüz, deyib, buradan yarımçıqdır. Yarımçıq ola bilməz, işığın difraksiyası düz deyil. Deməli, ikincisi, bunun özünün üstündə xətalar var. Bax, tinlərində, elementdə xətalar var. Görürsünüz. Bu artıq, bunun üstünə işıq düşəndə, daha doğrusu, işıq sınanda buradan düz sınmır. Üçüncüsü, bunun içində prosesorun özündə təmir eləyiblər. Bu buradan. Buradan prosesorun. Burada da indi hansı element ya yanıb yaxşını təmir eləyiblər. Kanifol ilə flüsü buradan silməyiblər. Bu sensorla yəni həşir nəşir olmaq mənasız bir şeydir. Yoxlamışam burada da yəni mühərrikin işləməsi, daha doğrusu sensorun işləməsindən ötürü hər şey var. Yəni bu kabeldə hər şey var. 11 volt da var, 12 volt da var, daha doğrusu massa da var, siqnal da var, hər şey var. Yəni avtomobil istəyir ki, bu sensor işləsin. Amma bu sensor işləmir. Vəssalam, belə. Doğruldu, bax, sən defekt çıxartdığın bu yağış sensorudur. Çıxartmışam üstündən. Dedim, problemi var burada, həm böyründə işləyiblər burada. O birisi də üstünə taxmışam. Buradan görsənmir. İndi yoxlayacam. İşte vəziyyətdə təzəsini qoymuşam. İşlədi. Əla. Bax belə. Təzəsini qoydum. Elə təzənin üstündə gel də gəlmişdi. Elə öz geli ilə qoydum. İşlədi. Deməli, bu Passat B7-dir. Müştəri istəyir ki, qapını açıb oturanda sidenka hərəkət eləsin. Yəni, enib gedəndə hərəkət eləsin. Zamanı da bağlayıram. Hərəkət eləmir. İndi onu aktivləşdirəcəyik. Deməli. Hazır. Evet, onu aktifleştireceğim. Zamanı bağlayalım. Kapını açırsan. Sidenka geri. Açtım. Salam aleyküm. Volkswagen Passat B7'dir. Bagaj buradan açılmır. Amma pultdan açılır.
Öz pultla da açılır. Amma içərdən açılır. Sahibinin dediyinə görə içərdən açılır. Sökək. Düzəldək. Deməli, loqonu söktüm. Bu dəmir buradan qırılmışdı bu dəmir. Bərpa elədim yerinə. Belə bir xətkeş var idi əlimdə. Xətkeşdən kəsdim. Burada dəmir düzəltdim. Yığıb ustanovka edib göstərəcəm işləməyi. Niye ustanovka edeyim diyor buna? Deməli, maşın Passat sisidir. Axşamdır. Bufer reylənəndən sonra park radar işləmir. Söküb yığıblar, park radar işləmir. Aşıbqa verir. Baxaq görək hansı. Передний левый. Так. Sökək indi görək nə baş verib orada. Düzəldək. Bu da açıq işləmir. Bu üsttekini takmamıştılar. Ona göre şüphe verdi. Taktım. Vesselam. Bu üsttekini takılmamıştı. Bu fer reylənəndən sonra həll oldu. Yaxşı qurtardıq. Vesselam. Radarlar işlədi. EVAP sistemi ilə zülmə qalmışıq. Range Rover'dir 2017. Deməli söküb də almışıq. Çox qəribə bir nasazlıq tapmışıq. İndi çalışacağam ki, göstərim onu sizə. Nasazlığı. Deməli, bu arxadakı klapan. Birincisi, bizim Skynerlərimiz heç biri bu avtomobillə bacarmır. Ona görə də manual, əlimizlə yoxlayırıq hər şeyi. Deməli, tüstü testi aparatını görürsünüz. Bütün sistemilik eləmişik, heç bir yerdən buraxma yoxdur, heç bir şey buraxmır. Yəni bu klapanı özünü də yoxlamışıq. Yəni, purge valve saxlayır, yəni təzyiq klapanı saxlayır, heç bir problem yoxdur. Yəni idarə etməsində problem yoxdur. İndi bir qəribə nasaz tapmışıq bu klapanda. İndi göstərəcəm sizə. Çalışacağıq ki, göstərək. İndi görüm əgər çəkə bilsək, göstərəcəm. Deməli, sistemin hamısını yoxlamışıq. Heç aradan buraxmır. O klapan yerləşir burada. O klapan yerləşir burada. İdarə etməsi. Ağıl, bunun idarə etməsi hanı? Ha, burada. Deməli, idarə etməsi burada. Bizdə burada gördüyünüz kimi 4 dənə pin var. Mən görüm, fokuslaya bilsəm yaxşı olur. Fokusda da səndə, telefonsan da. Hə. Gördüyünüz kimi 4 dənə pin var. Biri yaşıldır, biri bənövşəydir, biri göy bozdur, biri də yaşıl qırmızıdır. Düzdür? Sxemi ekranda görürsünüz. Deməli, bizim bu klapanımızda burada 4 dənə pinimiz var. Bu 4 dənə pindən yaxşı ustalarsın olsun da. Ustalarsın. Deməli, burada bizdə bir dənəsi pülüstür, qalanları idarə etmədir. Hamısı idarə etmədir. İkinci pin. Ağır, bunun dibində də aksiyenya var, konkret. Təzyiq verdi, içindən çıxdı. Hə, yox idi belə şey.
Şeydi. Tüstüsüdür. Gətirəndə də çıxdı. Hə. Deməli birinci bu yuxarıdakı pürüzlü pastayanıdır. İdarə etməsi mən bu belə tutanda, hə, yaxşı belə tuturam. Hə. İdarə etməsi deyə bu 3-cü ayaqdır. O göy boz olan kabel. Klapanın. İçində bir dənə qızdırıcı var, bir dənə də nasos var. Deməli biz klapanı bağlayırıq fiziki şəkildə. Şeylə. Nədir? Bura kontakt veririk. Plusu pastayanı, minusu da şimlə veririk. Klapan bağlanır. Klapan bağlanandan sonra bu ştekerdən havanı verir bayıra. Ştekerdən. Çox qəribə. İndi çalışacağıq göstərək. İndi bir dənə buna nasos qoşaq. So. Yaxın gəl. Bax nasos təzyiqi saxlayır. Bax nasos buraxmır. Buraxıram. Всё. İndi bura. Deməli, klapanın ağzını bağlayırıq. Bağladıq. Möhkəm. Deməli, möhkəm basıram onu. Bax buradan burax, yaxınlaşdır, səsi çək. Lap yaxına gəl. Saxlamır. Bax, oranı göstər. Hə, saxlamır. Nə edirəm eləyim? Bax buradan buraxır. Bax buradan. Lap elə bunu çıxardıram. Pinləri çıxardıram. Səsi dəyişir. Bax, hə, indi bax, vur. Bax buradan buraxır. İndi bax tuturam. Bax. Bir də. Vəssalam. Heç nə, xeyirli olsun. Range Rover